Xala uşaqları ikisi birləşib. Sazımız bizə sacda Bütün saç həvəsi saç pişirir, amma belə baxıram, bizə sanaj qalacaq. Yox, nərət olma. Qol qoyduğu iş bundan artıq olasıdır. Yaxşı olacaq qardaş, yaxşı olacaq. Tələsməyin. İkiniz bir yemək ikiniz pişirirsiniz. Həqiqətən bir yemək 2 nəfər pişirməməli. 2 nəfər deməli pişirməməlidir. Hərəniz bir şey əlavə verdiniz, amma yaxşıdır, şükür Allaha. İndi o ətin üstünə onu nəyə qoymuşsunuz? Deməli burada saç hazırlayırlar. Görək axırı nə tər olur. Yarısı bura Qoy deyəndə onu niyə qoymuşsun? pimi çıxdı. Buğda o ət pişdi. Hə, ət pişməyə. Mən də öyrəndim da sizdən. Kartoflar amma ehtiyac yoxdur, özü pişəcək orada. Bəs yaxşı, bu quyruqdur bura çıxartdıqlarınız. Qurub yanmasın deyə çıxarır. Quyruqlar hə, ərinməsin deyə onlar da çıxartdılar. Özü də yəni təbii kənd yağında pişir ha, bax, inək yağı. Ərdib töküblər buna. Hə, sağ olun. Elə Sağ ol, sağ ol. sizlərin hesabına biz də yeyəcəyik inşallah. Qoy görə indi burada nə var? Peçi yandırmışam, bir çay isinsə çay içərdik. Otaq vəziyyətdə hələ ki hazırdır. Yavaş-yavaş düzələcək inşallah. Belə soyuq havada peç adama çox gözəl yapışır. Bir həftəlik payız kampımız böyləcə davam edir. Burada pek internetimiz var. İşləyir, şükürlər olsun və Əli də orada sazda yemək pişirir inşallah. Deməli, baxın, başlı beldə. İnternetimiz. Məsəl üçün, buradan vuraq proqramlarımızdan avtoparking sistemi. Görürsünüz? Yəni, azbapa. Öz sözünü hər yerdə deyir. Indi burada oturmuşuq. Məsələ nədir? Yəni, istənilən işi buradan görmək olur. YouTube-a açım hətta. Bir dənə səfər edib. Çox isti oldu. Hələ ki yer şərəməmişik. Otağımız səliqəsizdir. Otağımızın səliqəsini düzəltmək üçün gərək Allahın köməyi ilə bir-iki əlavələr edək. Səhər bu gün gəldiyimizə görə ancaq buranın isti şəraitini falan düzəltdik. İndi də Allahın iznindən səhərləri inşallah Allahın köməyi ilə səhərlərdə buranın səliqə salsaq olacaq yaxşı. Burada kəndimizdə kanalımızı açmışıq. Bu kanalımız üçün çəkdiyimiz videolardır. Burada videolarımızı görürsünüz, qoyuram YouTube'dan, hamısı burada var. İstənilən birini qoyub baxmaq olar. Bu videoda saxlayıram. Deməli, buradan əsas kanalımızın videolarını çəkməyə davam edəcəyik. Buradan bir neçə dələ salam göndərin. Burada görmüşkən bax, Zenfira Kərimovaya təşəkkür edirəm. Sonra Yusuf Salovova təşəkkür edirəm. Buradan, yox, canlı yayım deyə sadəcə paylaşacağım, qoy görsünlər. Bizim daimi izləyib yorum yazanlarımızdır, rəy yazanlarımızdır. Allah hər birinizə gözəl ömür qismət eləsin. Vəsilə İskəndərova, Araz Ağayevoğlu, çox sağ ol. Yenə Zenfira Kərimova təşəkkür edirəm. Yəni belə Behbudova Mənzər, Malik dayı, Malik Müzeyev. Yəni təşəkkür edirəm da bu bizim kanalımızı
daimi izləyənlərdir. Biz də çalışırıq, əsas məsələ nədir? Nəsə əlimizdən gələn nəsə varsa, sizlər üçün onları eləyə bilək inşallah. Allah hər birinizi var eləsin. İndi bugün mən buradan əsas emellərimi yoxlayıram. Bugün 4-cü gündür, iş günüdür və biz gəlmişik. Çox soyuqdur çöldə, hava şükürlər olsun ki, içəridə pec yandıra bildik və o isindi. Emellərimizi yoxlayıb, cavablarımızı yazıb, çünki hələ də səhərdə iş gündür, 5-ci güncümə. Allahın köməkliyi ilə və yəni rahatdır da, yəni Starlink gözəldir. Rahat interneti, heç bir telefon şəbəkəsi olmayan və interneti olmayan təbii ki, kəndimizdə biz, əlhəmdülillah, bunu eləmişik və bunun da gözəlliyi başqadır. İndi hətta burada deməli, hava durumuna baxın, mənə deyir ki, location aç ki, buranın hava durumunu göstərsin. Hocaysən göstərirdi, Bakının hava durumu qaldı. İndi görək, buranı göstərəcək. Hələ də Hocaysən izin ver. Bir dənə bu torpaqlarımıza gəlib daimi yaşaya bilsək, bu torpaqlarımızda atalarımız, babalarımız kimi kök sala bilsək, Allahın iznindən onda rahat olacaq. Və torpağımıza bağlılığımız hədsizdir. Əlhəmdülillah, bugün buralara gələ bilirsə, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları şad olsun, yerləri beşd olsun. Bugün buralara gələ biliriksə, onların sayəsindədir. Gəlirik, işləyirik və inanıram ki, Allahın iznindən biz tezliklə, Allahın iznindən gəlib buralarda da yaşayacaq inşallah. İnşallah. Başlı beldə də hava bu nə qədər göstərir? Otaqda temperatur ölçən var, sən otağın temperatur ölçən var. Otaqda da ölçən var. Ümumiyyətlə, çöldəki havaya baxmaq istəyirəm. Başlı beldə deməli göstərir 10 dərəcə çöldə. Amma yəqin ki, ondan az olacaq. İndi biz termometr qoyub baxarıq. Gecə 7 olacaq. Maşında vardı sizin? Maşında da var. Hətta gedim maşında baxım görüb çöldə neçə dərəcədir. Maşında da baxar elə. Burada 10 dərəcə göstərir. Başlı beldə 10 dərəcə. Bir çay içim gedim maşında da baxım. Hə, belə soyuqdur baxın. Yəni belə papaq falan örtüb otururuq içəridə. Həqiqətən 4 dərəcə istilik var və maşını kodladım ki, biraz özünə gəlsin. Kəlbəcər rayonu Başlıbel kəndində belə gözəl bir hava var. İçəridə hava istidir, həqiqətən istidir. Çöldə odun tədarükü gördük. Çayımız yoxdur. İçin doldurun. Dəqiqə qaynadanda dolduracaq, bax. İçərinin şəraiti belədir. Peç yanır. Gəlin gedək biraz odun tədarük edək onda. Bunu da qoyaq qaynasın. İçinə bir ikisini qoy, onu da üstünə qoy. Çayımız qaynasın. Yerimiz falan əladır yatmaq üçün. Orada elə-belə bir işıq yandırmışam. Deməli, qoy gəlim onu da göstərim, daha evi yoxdur. İçəri gələcəm. Tablet da burada üzümü tanımadı. Şifrəmi yazım. Hə, burada kəndimizdə Starlink'i qoşuruq, internetə giririk, arazıda çıxartdım Starlink'i, baxın, qoşulu deyil. Deməli, gedirik, odun gətirək. Hə, Starlink'i söndürdüm. Deməli, burada e-maillərim də gəlib. Hə, onları bir-bir gərəkli olan e-mailləri oxuyarıq. Elə gün var, bir işıq qoymuşam ki, içəridə işıq olsun. Əslində, işıqlarımız var.
Belə yəni işıqlar oldu. İçərinin şəraiti belədir. Belə bir şərait qurmuşuq, şükür Allaha. Hər şey yaxşıdır hələ ki. Baxın belə kənd evinə oxşayır. Adama xoş gəlir. Bütün sinir sistemi sakitləşir. Gündüz güneş panelimizdən istifadə edib doldurduğumuz bu akkumulatoru gecə işlədirik. Bu panelimiz şükür Allah işimizə yarayıb. Orada da digər bir power bankımız var və heç bir çətinliyimiz yoxdur, şükürlər olsun. Peçimiz də yanır. Çöldəki soyuq, içəridə isə dəhşətli dərəcədə isti var. Çünki pəncərə falan elə qoymamışıq, havalandırma yoxdur. O da bizim güzgümüz. Belə. Ərzaqları hələ ki bura yığmışıq. İndi onları sortirovka eləmək üçün bir yavaş-yavaş taxta falan gətirib özümüz bir dənə şkaf yəqin ki düzəldərik. Dərman kutumuz, hər bir şeyimiz var. Çörəyimiz, qidamız, çayımız. Şükürlər olsun vətənimizdə yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Sabah 2-ci Qarabağ müharibəsinin başlamaq günüdür. Ondan bağlı gəlmişik. Həmin vaxtı burada olaq və şəhidlərimizin ruhu şad olsun. Onların sayəsində bizim kənddən olan 34 mülki şəhid var təkcə. Onlar da burada o mülki şəhidlərimizi də 34 mülki şəhidimiz var. Onları ziyarət edək inşallah. Açıqlanıb ki, bəzi torpaqlarımız işğaldan azad olunub. Gözümüz aydın olsun. Hörmətli tamaşaçılar, hazırda aldığımız bir məlumatı da diqqətinizdə çatdıraq. Füzulinin 4 kəndi və Cəbrailin isə 2 kəndi işğaldan azad edilib. Gözümüz aydın olsun. Allah şəhidlərimizə. Deməli, bugün artıq 26 sentyabr 2025-ci ildir. Əlim, biz hardayıq indi bugün? Kəlbəcər rayonu Başlıbel kəndi. Kəlbəcər rayonunun Başlıbel kəndində deməli, nə telefon şəbəkəsi tutulur, nə bildiyiniz kimi, baxın, şəbəkələr yoxdur burada, kətdə. Amma biz 26, baxın, sentyabr 2026, 23-26-cı 23-26-da deməli, burada Wi-Fi-ya bağlanmışıq. Bugün, baxın, burada da göstərir, Başlıbel azaddır. Allah şəhidlərimizə rəhmət eləsin. 18 dərəcə gündüz isti vardı, amma indi çəkmişəm biraz öncə qoyacağım. Çöldə isti, hal-hazırda 2 dərəcədir, 2-3 dərəcədir. Biz gəlmişik doğma kəndimizə, kəndimizdə şəhidlərimizin ruhu şad olsun. Təkcə 34 dənə bizim kənddən mülki şəhid var. Bax, belə bir deməli, şərait qurmuşuq, əlhəmdülillah. Kənddə işıq olmuyor. Hal-hazırda biz şəhidlərimizin sayəsində generatorla bu işığı vermişik. Düzdür, işıqlandırma sistemimiz LED-lə falan da olur, amma daha maraqlı olsun deyə belə bir şey də elədik. Şəhidlərimizin ruhu şad olsun. Çöldəki soyuğa baxmayaraq içəridə temperatur istidir və biz Allahın köməkliyi ilə səhər 2-ci Qarabağ müharibəsinin anım günündə şəhidlərimizi anıb burada şəhidlərimizi ziyarət edib, bəli, inşallah şəhidlərimizi ziyarət edib onların ruhuna dua oxuyacaq. Yəni, Allah mülki və hərbi şəhidlərimizin hər birinə, vətənimizin hər bir şəhidlərinə rəhmətin bol eyləsin. Onların ruhu şad olsun. Onların qanı bahasına alınmış bu torpaqlar bizlər üçün məskəndir. Gəlməliyik, yaşamalıyıq ki, onların ruhu şad olsun. Bu torpaqlar bizimdir və həmişə də bizim olaraq inşallah qalacaq. Şəhidlərimizə rəhmət eləsin. Bu qürur həqiqətən hər birimizin
alnımızdakı ləkənin silindiyi bu gündə bu qürur bizlərə böyük bir qürur verir bu hisslər və həm sevincli, həm qəmli olduğumuz nüanslar var. Bunların bu torpağı görmək istəyib, onun üçün qanın töküb, şəhid olan Cəfərov Zaur Hüseynoğlu kimi, kəndimizin digər şəhidləri kimi, mən hər birinin adlarını saymıram, Respublikamızın və kəndimizin bütün şəhidləri hər biri bizim üçün əzizdir. Allah hamısının ruhunu şad eləsin. Təkcə 1-ci Qarabağ müharibəsində də şəhidlərimiz vardı. Bizim Namiq kimi, Şövqü kimi, Eşat kimi. Ümumiyyətlə, kəndimizin şəhidləri 34 dənə də mülki şəhidi var. Onların da ruhu şad olsun. O şəhidlər burada 113 gün mühasirədə qalanları da olubdur. Və onlardan indi 70 nəfərdən yaxın adam mühasirədə qalmışdı. Onlardan yalnız 28-29-u sağ qala bilmişdi. Onlardan da hal-hazırda dünyasını dəyişənlər və yaşayanlar da var. Biz də əlimizdən gələni eləməliyik. Məsəl üçün, hal-hazırda bu kənddə heç kim yoxdur, kənddə yaşayış yoxdur, amma biz gəlmişik, hətta əlimizdən gəlir, şəbəkəmizi qoşuruq, internetimizi qoşuruq, dünya çıxışımız olur. Deyə hamı maşallah əlində telefon hər yerinə əlaqə yarada bilir. Gəlmək istəyənlərə, gələ bilməyənlərə çəkirik, göstəririk. Allah şəhidlərimizin ruhunu şad eləsin. Bu anım gününü biz artıq burada qeyd edəcəyik inşallah. Və bu videoları da çəkirik ki, bizdən də yadigar qalsın. Bizim də balacalar, balaca övladlarımız şəhidlərimizin qanı bahasına azad olmuş torpaqları görsünlər və onlara yurd olsun inşallah.